şu an sevgilim yoxdur. Yəni bir vaxtlar olubdu amma. Amma yəni indi də yəni həyatımda danışdığım, həm söhbət olduğum insanlar var, amma hələ ki sevgililik falan bu barədə fikirləşmirəm. Hələ ki, çünki belə fikirləşirəm ki, hələ özümü inkişaf elətdirməliyəm. Bir dəfə hə oldu və uğursuz oldum. Yəni haqsız bir nədənlərdən ki, əslində uzaq məsafə idi, uzaqlardaydı. Məncə məsafəyə dözə bilmədi. Ona da bir zamanlar məni necə deyim, yetərincə mutlu etmiş bir insan üçün pis danışa bilmərəm. O haqqım da deyil. Çünki mənə xoş xatirələr də veribdi. Pis şeylər də olubmu? Olubdu. Mən də ona bəlkə də pisliyim toxunub, onun da mənə pisliyi gəlibdi. Yenə də ondan sonra mən başa düşmüşəm ki, demək ki, hələ sevgiyə də yetişmək lazımdır. Yetərincə yetişməsən, yetərincə necə deyim, özünə bir şey qatmasan, qarşıdakı insanı da yorsan. Toksiklik yaranır bir sözlə. Toksiklik yarandığı üçün də insan biraz daha məncə böyüdükdən sonra, biraz daha özünü inkişaf etdirdikdən sonra münasibət qurmalıdır. İndiki məndən, yəni əvvəl münasibət quran mənim aramda çox fərq var. Mən indi belə kitab oxuyurdum, indi belə özümü inkişaf elətdirirəm ki, mən indi də hərəkətlərimə, etdiklərimə, qərarlarıma çox fazla, necə deyim, fikir verirəm ki, mən gələcəkdə birinin həyat yoldaşıyam. Buna layiq olmaq üçün mən indi tanımasam belə gələcəkdəki həyat yoldaşıma sayğı duyuram.